Bəli, Dalğa FM radyosunda yenidən sizin görüşünüzə gəlmişik. Hər zaman olduğu kimi 11 xəbərlərindən sonra vaxt zaman gəlir yetişir sənətdən danışmağa. Sənətin Səsi Mədəniyyət Nazirliyinin və Dalğa FM radiosunun birgə layihəsi olaraq sənət aləminin ən tanınmış simaları ilə həm biz görüşürük, sizi də görüşdürürük və sözsüz ki, məşhur sənətkarlarla yanaşı elə onların yolunu davam etdirən, onlara da baxıb bu sənətə gəlmək istəyən bizim istedadlı ifaçılarımız var. Elə bu yaxınlarda istedadlı deyən kimin Əhməd yadıma düşdü. Muğam müsabiqəsində bu il bir çox gənc ifaçılar həqiqətən də öz məharətlərini göstərdilər, nümayiş etdirdilər. Səs potensialı hiss olunur ki, bugün bizim gənclərimizdə var. Çünki artıq belə deyək də Qarabağımızda da yetişir. Qarabağımızın artıq o doğma torpaqlarımızın havasını, suyunu duyaraq, alaraq və bizim Qarabağ bülbüllərimiz yetişirlər və elə Qarabağda da cəhcəh vururlar artıq. Çünki muğam müsabiqəsi də elə Laçında final mərhələsi olmuşdu. Bir xatırlatma etmiş oldum və sözsüz ki, təkcə muğam müsabiqəsi deyil, digər musiqi festivalları, digər konkurslar, layihələr və sözsüz ki, musiqi və incəsənət məktəblərində gənc istedadlar yetişir və onlar içərisində son dövrlər istər efirlərdə, amma etiraf edək efirlərdən öncə sosial şəbəkələrdə daha çox məşhurluq qazanan və mən artıq onu görən kimi dedim bu bizim qar qızımızdır. Artıq bizimlə bugün studiyamızdadır. Bizim studiyamızda da bax o nur üzü ilə bir gözəl saflıq gətirib bizim studiyamıza. Onun işığı saçılır, belə deyək. Sevilən və hər kəs tərəfindən, mənə gəlir ki, xalq tərəfindən sevildi bu gözəl balaca bizim xanəndəmiz Nuray Şahsuvarlı. Xoş gəlmisən Nuray. Xoş gördük. Çox sağ olun ki, məni bura dəvət etdiniz. Bütün sözlərinizə görə sizə təşəkkür edirəm. Əslində bu sözləri mən çoxdan demək istəyirdim sənə, amma qismət bugünə imiş. Etiraf edək ki, bugün sosial şəbəkələr var deyə hardasa gənclərə daha rahatdır öz səsini çatdırmaq, sənətdə nəsə bir məşhurluq qazanmaq üçün və uzaq keçmişə deyil, yaxın keçmişə istərdim bir boylanaq. Sənin də məşhurluğun sosial şəbəkələrdən başladı, elə deyilmi? Necə yarandı? Bildiyimə görə sənə müəllimin tövsiyə etdi ki, bax o mahnını ifa edəsən. Sözsüz ki, anan da yəqin ki, ananın xeyir duası ilə, valideynlərin dəstəyi ilə. Bildiyimə görə xanəndəlik məktəbini də artıq bitirmisən. Hazırda isə fortepiano üzrə ixtisas alırsan. Bəli. Çox maraqlıdır. Xanəndəlik və fortepiano çox fərqli janrlar, sintez belə deyək də etmisən. Bundan danışacağıq. Amma gələk həmin o məşhurluq qazandığın videoya. Heç ağlına gələrdimi ki, səni sosial şəbəkələrdən tanıyacaqlar? Heç əslində düşünməzdim, amma bu anam sayəsində baş verdi. Mən rəsm çəkirdim. Mətbəxdə oturub hətta rəsm çəkirdim və bir mahnı zümzümə edirdim. Həmin o Pərişanın mahnısını. Anam isə düşündü ki, bunu çəkib paylaşmaq olar, çünki biz digər mahnılarımı da paylaşırdıq. Lakin belə bir kütlənin görəcəyini düşünmürdük. İndi burada bir stop elə. Bizi sonradan izləyəcəklər izləyicilərimiz, amma indi radiodan canlı dinləyirlər. Ola bilsin onlar xatırlamırlar ki, bu Nuray kimdir? O zümzüməni indi də o mətbəxdə etdiyi zümzümədən bir misra olarmı sən canlı gəl həmin o dinləyicilərimizə xatırladaq ki, bu Nuray həmin Nuraydır. Gündüz getdi, gecə gəldi, görmədi. Rahat olmur, nədən belə ürəyim. Gah darıxır, gah sevinir. Sinəmdə bülbül kimi dilə gəlir ürəyim.
Ay, təşəkkür edirəm. Mənə elə gəlir ki, bu səsdən, bu ifadan sonra hər kəsə bəlli oldu ki, həmin o qız belə deyək də sosial şəbəkələrdə viral olan o ifasıyla və anan çəkdi səni, paylaşdı, müəlliminə Bəli. göndərdimi videonu? E, Göndərmişdi məncə, bəli. Aha. Və ilk Daha sonra- necə oldu? Bax, Instagramda mən bildiyimə görə, həm Instagram sosial şəbəkəsində, YouTube'da da deyəsən var. Daha harda paylaşılmışdı? Hardan ilk belə o əks-səda gəldi ki, bəli, sən artıq Nuhay, səni izləyirlər. Biz əslində o videonu birinci dəfə paylaşmışdıq və çox adam görməmişdi. Bir neçə ay sonra, hətta bəlkə 6 ay sonra yenidən paylaşdıq, qarşımıza çıxdı, yenidən paylaşdıq və daha sonra təkliflər gəlməyə başladı Aha. televiziyalardan. İlk çıxdığım televiziya isə ASTV olmuşdu. Əlbəttə ki, Azərbaycan Dövlət Televiziyası bax bu cür hər zaman gənc ifaçılara bir dəstək olan bir ana kanalımızdır və elə yeri gəlmişkən Mədəniyyət Nazirliyi də hər zaman bax bu cür maraqlı layihələrlə gənclərin elə o festivalların, müsabiqələrin təşkilatçılarından biri də elə muğam müsabiqəsini bayaq söylədiniz. Elə həm Azərbaycan Dövlət Televiziyası, Mədəniyyət Nazirliyi və Heydər Əliyev Fondunun dəstəyi ilə bu müsabiqə təşkil olunmuşdu. Heç özünü istərdinmi sınayasan muğam müsabiqəsində? İzləyirdinmi? İzləyirdim, bəli, amma mən 8-ci muğam müsabiqəsinə getmişdim, qatılmışdım. Bu müsabiqədən öncəkində Bəli. olmusan. Aha. Amma o zaman çox balaca olduğuma görə, elə 8 yaşım var idi deyəsən. O zaman çox balaca olduğuma görə ilk turu keçə bilməmişdim. Ay, aha. Belə. Amma bu görürsən ki, demək ki, sənin qismətində muğam müsabiqəsi ilə tanınmaq deyil də, bax bu cür bu ifa ilə tanınmaq imiş. Bu da bir şansdır. Çünki mənə xatırlamıram son illərdə məhz belə gənc bizim qızlarımızdan hansısa belə bir retro mahnını canlı ifa edərək və fərqli bir səs tembri ilə məşhurluq qazansın. Bəlkə də bir ilkə imza atmısan. Xəbərin var? Özün fərqinə varırsan yəqin ki. Muğam müsabiqəsində əlbəttə ki, o da bir tramplindir sənət adamları üçün, gənclərimiz üçün. Amma sənin üslubun daha çox muğamdırmı, yoxsa bax bu cür retro mahnı? Çünki Şövkət Ələkbərovanın çox o məşhur mahnısıdır. O bizim məşhur filmdə yer almışdı bu mahnı. Yəni muğamla deyil, yəni bəstəkar mahnısı ilə sən tanındın. İndi fortepianoya da gedirsən. Gələcəkdə özünü xanədə kimi görürsən? Pianoçu yoxsa estrada ifaçısı kimi? Belə deyim, mənim əslində məqsədim həkim olmaqdır. Salam Melik. Cərrah olmaq istəyirəm, amma yenə də bu sənətdə davam elətdirmək istəyirəm. Çox maraqlıdır. Bu qədər belə deyək də istedad, bu qədər gözəl səs, valideynlər. Mən burdan ümumiyyətlə sonra efirdən sonra danışacağam valideynlər. Biz belə bir səsi itirə bilmərik. Düzdür, yaxşı həkim qazanmaq istəyirik. Sözsüz ki, bizim tibb sahəmizdə, amma bunları yanaşı aparmaq da bilirsən də, yəni qeyri-mümkündür. Yəni onlardan hər halda bu sənət hobbi kimi davam edəcəkdir, amma peşəkar bir ifaçı kimi, yəni özünü görmürsən gələcəkdə. Yəni cərrahlığa həvəsim daha çoxdur. Ona görə bu sənəti sizin də dediyiniz kimi hobbi olaraq davam etdirsəm, etdirmək daha da çox istəyirəm. Bunu zaman göstərəcək. Əlbəttə ki, bunu zaman göstərəcək. Çünki istər-istəməz keçid dövrü, o mutasiya dövrü, səs də dəyişir və insanlar gənc yetişəndən sonra, artıq öz fikri olandan sonra hələ çox fikirlərin dəyişəcək. Bunu da deyim sənə. Çünki mən də oxuduğum musiqi təsiri aldığım illərdə vaxt var idi ki, nə bilim, rap də oxumaq istəyirdim. Vaxt var idi, elə mən də fortepianoya gedirdim, klassik musiqi ilə məşğul olmaq istəyirdim. Muğam oxumaq da keçib ağlımdan, amma sonuçta gəlib aparıcı oldum. Ona görə də hələ bilmək olmaz, bunu zaman göstərəcək və nə olursa, əlbəttə ki, bunu bil ki, yaxşılığa doğru olacaq. Bunu sənin müəllimindən də sonra soruşarıq, görək o nə düşünür bu barədə. Çox qısa bir aramız var. Ardınca isə biz gözəl bir ifa ilə davam edəcəyik.
Və sözsüz ki, bu Nurayın ifası olacaq. Nurayın lentə aldığı daha bir möhtəşəm əsər Cahangir Cahangirovun Füzuli kantatası və bu mahnının da elə Şövkət Ələkbərova zamanında möhrünü vurmuşdu. Çox maraqlıdır. Şövkət Ələkbərovanın repertuarına daha çox müraciət edirsən. Bu nə ilə bağlıdır? Bu kimin tövsiyəsidir? Bunu az sonra biləcəyik. Bəli, bax belə möhtəşəm bir sənət əsəri Dahi Füzuli və Cahangir Cahangirov vəhdətindən yaranan bu möhtəşəm əsəri uzun illər əvvəl böyük sənətkarlarımız, başda əlbəttə ki Şövkət Ələkbərova ifa etmişdi və belə bir çətin əsərə bizim bugünkü qonağımız da gənc xanəndə, gənc ifaçı Nuray Şahsuvarlı'na müraciət edib kimin məsləhəti və tövsiyəsi ilə bu əsəri ifa etdin? Çünki hələm-hələm bu ifaya müraciət etmirlər ha. Mən bunu yenə də müəllimimin tövsiyəsi ilə ancaq bizdə bir layihə oldu Mehriban xanım Vəliyeva sayəsində. Orada mən bir il bundan öncə idi Füzulinin 530 illiyinə həsr olunmuş. Yubiley ərəfəsində layihədə iştirak etdin. Bəli, orada Füzuli kantatasının 2 misrasını oxumuşdum və beləcə onu özüm tək də oxumaq istədim. Bu sayədə bu Füzuli kantatasında yazdırdıq. Bəli. Yəni ideya belə yarandı. Əslində 2 cümlə ifa, 2 misra ifa etdin və səndə bax bu əsərə belə bir böyük bir maraq yarandı. Bəli. Mən də bir belə deyək də ilk peşəm musiqiçi olduğum üçün mən də konservatoriyanı bitirmişəm və müəllim də işləmişəm düzdür zamanında. Əlbəttə ki, tövsiyələrim bu cür gənc istedadlar görəndə heç də yəni belə deyək də mənfi yanaşmıram. Ürək açan və ümidverici sözlər tövsiyə edirəm. Mənə elə gəldi ki, hər bir müəllimin borcu budur. Hər nə dərəcədə bu sahədə əlbəttə ki, o qeyri-peşəkarlıq, qeyri-istedadlar gəlsələr də, inanın, onlar qalmır. Sənətdə, həqiqətən də sənətdən başı çıxan, sənətdə can yandıran və sənəti sevən insanlar qalırlar. Sənətə gəlmək olar, amma sənətkar olmaq əlbəttə ki, hər kəsə nəsib olmur. Və valideynlərin nə düşünür? Onlar, məsələn, dəstəkləyirlərmi səni? Sən özün necə düşünürsən? Bugün retro mahnılar sevilirmi, yoxsa yox? Məncə retro mahnılar da sevilir, digər pop musiqilər də sevilir. Əlbəttə. Valideynlərim isə mən hansı sahəyə getsəm, məncə məni dəstəkləyirlər. Bax, bu gözəl bir cəhət. Bax, bura mən valideynlərinə sənin bax, efir vasitəsilə böyük bir təşəkkür etmək istəyirəm. Çünki bəzən valideynlərlə rastlaşırıq, deyirlər ki, ay, məni uşaqlıqda oxumağa qoymadılar, ona görə qızım mənim arzularımı reallaşdıracaq. Və yaxud da uşaqlıqda məni icazə vermədilər həkim olmağa, mənim qızım həkim olacaq. Xeyr, imkan verin, qoy uşaqlar fərd olaraq, bir şəxsiyyət olaraq böyüsünlər və əlbəttə ki, öz seçimlərini özü etsinlər. Bax, belə bir valideynlər sənə, necə deyərək, Allah Teala qismət edib, məncə bu ən böyük sənin uğurundur həyatda. Valideynlərinə təşəkkür edirik ki, hər nə seçim olsa, onlar sənin yanında olacaqlar. Yəni, mənə gəlir ki, hər bir valideynin də bu missiyasıdır. Çünki ən azından uşağa o şəraiti yaradıblar. Musiqiyə istəmirsən, musiqiyə qoyublar. İndi həkim olmaq istəyirsə, fortepianoya istədin, fortepianoya gedirsən. Xanəndəlik, indi fortepianoya da gedirsən. Yoxsa fortepiano, bax, indi necə düşünürsən? Hansı daha yaxındır sənə? Məncə mənə xanəndəlik biraz da olsun daha yaxındır, amma mən fortepianoda həm özüm çalıb, həm də özümü müşahidə etmək istəyirdim. Ay, bax, bu daha gözəl olar məncə. Artıq həm də bir inkişaf olacaq. Biri var, sən oxuyurdun, səni müşahidə edirdilər. Biri də var ki, pianoda özünü müşahidə edəsən. Çünki bizim elə gözəl sənətkarlarımız olub ki, zamanında özləri müşahidə edib, özləri də oxulub. Elə indinin özündə də sənətkarlar var, sənət də var və bu sənəti yaşadan da həmin o ifaçılardır.
hocalardır, müəllimlərdir. Bir daha söyləyim, gəlin sənətimizi gözdən salmayaq. Gəlin bizim əsərlərimizi unutmağa və unutturmağa qoymayaq. Biz də Dalğa FM olaraq və Mədəniyyət Nazirliyinin və Dalğa FM radiosunun ortaq layihəsi də Sənətin Səsi olaraq elə bax bu sənətimizi səsini çalışırıq ki, yüksəklərdə səslənsin. Sənətimizdə bax bu cür istedadlı səslərə dəstək olmağa çalışırıq. Çünki bu da bizim işimizdir. Bəzən deyirlər ki, ay televiziya kanalları dəvət etmir, radiolar dəvət etmir. Əsla, bax biz çalışırıq ki, bax bu cür gənclərə dəstək olaq və mən arzu edirəm ki, gələn dəfə, gələn görüşümüzdə artıq sən özünlə də bir balaca bir piano da gətirərsən. Özünü müşahidə edib ifa edərsən. Fərq etməz hansı sahəni seçsən, əsas o sənətə sevgi ilə yanaşmaqdır. Sevib bu işi görəsən. Düzdür, fikirləri tez-tez dəyişir. Riyaziyyat müəllimi də olmaq istəmişdin. Bilmək olmaz. Bura bəyəndinmi radionu? Bəlkə radio aparıcısı olasan. Çünki səs çox önəmlidir hər bir sənətdə və ələxüsusda incə sənətdə. Bilmək olmaz. Gələcəkdə hansı sahə olursan sənə uğur arzu etmək istəyirəm. Nuray, çox xoş oldu səninlə həmsöhbət olmaq. Hətta bax necə getdi, hiss etmədi. Səsində belə, özündə də, baxışlarında da, duruşunda da yaşından daha böyük, mən deyərdim ki, hansısa cəhətləri görürəm. Səsin də buna imkan verir. Hətta belə deyir, daha böyük qıza bənzətdim səni. Yaşından da böyük görünürsən. Maşallah olsun. Allah səni qorusun. Səsini qorusun. Valideynlərini qorusun. Nə yaxşı ki, bax belə bizim gözəl qızlarımız yetişir və Nurayın simasında bütün valideynlərə səslənirəm ki, qızlarınızı bax belə səsi qoy icazə verin gəlsin, zirvələrdən gəlsin, Azərbaycanımızı təmsil etsinlər. Elə Nurayın da səsi sonda gələcək. Baxıram sənə bir qar qızına oxşayırsan. Yeni il gəlir. Yeni şənliklərinə səni təklif eləməyiblər qar qızı olasan. Hələ ki yox, amma mən orta məktəbdə 1-ci sinifdə oxuyanda belə bir səhnəciyi canlandırmışdıq. Mən orada qar qızı olmuşdum. Olmasan qar qızı. Bilmək olmaz. Məncə yenə təklif gələcək. Çünki yeni il ərəfəsindəyik. Qarşıdan gələn yeni ilini də təbrik edirəm sənin və sənin simanda bütün uşaqların. Çünki yeni il uşaqların bayramıdır. Ən böyük arzun nədir? Şaxta babana nə arzu edirsən? Hələ ki düşünməmişəm. Sən olasan, düşünməyəsən. Həqiqətən düşünməmişəm. Yaxşı. Onda sən Şaxta babaya məktub yazarsan, şam ağacının altına qoyarsan. İnşallah keçin olar bütün arzuların. Sonda canlı nəsə bizim üçün sənətin səsində Nurayın səsi gəlsinmi? Oxuyacaqsanmı? Bəli. Buyur, söz səndədir. Elə bu ifa ilə yekunlaşdırırıq. Verilişimizi Nurayı bax bu gözəl nur üzlü qızımızı görmək istəyənlər isə Mədəniyyət Nazirliyinin və Dalğa FM radiosunun YouTube kanalından da izləyə bilərsiniz. Bütün həm Mədəniyyət Nazirliyi, həm Dalğa FM radiosunun YouTube kanallarında bütün buraxılışlarımız yerləşdirilir. Gələn həftəyə qədər mən sizinlə sağollaşıram. Sonda isə Nuray Şahsuvarlı öz ifası ilə bugünkü verilişimizi yekunlaşdırır. Buyur Nuray, söz səndədir. Mən onudan ulduzu, nazlı şəfəq sanardım. Kimə inanmasam da, bir ona inanardım. Kimə inanmasam da, bir ona inanardım. Ah, qəbahətim böyükdür. Ay eller dünən axşam çağı. Qəbahətim böyükdür. Ay eller dünən axşam çağı. Bilur kimi bir ürək, bir könül sındırmışam. Bilur kimi bir ürək, bir könül sındırmışam.